Bu ilin payızında ölkəmiz növbəti mötəbər idman tədbirinə ev sahibliyi edəcək. 3-cü MDB oyunları 28 sentyabr, 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyul 2024-cü il tarixli sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb. 3-cü MDB oyunlarına həsr olunan ilk mətbuat konfransı keçirilib. Konfransda hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərini davam etdirilir. Hər qəlbdə bir qələbə şüarı adı altında keçiriləcək 3-cü MDB oyunları Azərbaycanın 7 bölgəsində Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı digər ölkələrin də dəvət olunması nəzərdə tutulub. Həmçinin mətbuat konfransında 3-cü MDB oyunlarının rəsmi internet səhifəsi təqdim olunub. Tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı ilə bağlı ən son yeniliklər buradan əldə etmək mümkün olacaq. Bununla yanaşı 3-cü MDB oyunlarının maskotları da məlum olub. Enerjili Mehriban Bəbir və Leyla oyunların simvolları olacaq. Onlar Qafqaz bəbirinin obrazında yaradılmaqla sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətinin gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirəcəklər. Ölkəmizin müəyyən regionlarda keçirilməsini nəzərdə səlis inteqrasiyasını təmin etməkdir. Yəni bu bizim ümumi məqsədimiz.